Sual verir ki, niyyət necə edilməlidir? Hər gün sahurda niyyət olmalıdırmı? Ay görsənəndə niyyət etdik. Hər gün niyyət etməyə ehtiyac varmı? Hər axşam yatmazdan əvvəl ən azı bu dinliyə nəzarət edirsən, sahura qalxmaq üçün bunun özü niyyət sayılırmı? Cavab odur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim gecədəndən niyyət etməzsə, onun orucu sayılmır. Və bu nəyə aiddir? Ramazanın ilk gecəsi edilən niyyət. İnsan bir dənə niyyət edir ki, mən bu artıq bir ay oruç tutacağam. Axşamdan niyyəti olur ki, mən oruç tutacağam. Artıq bu onun üçün niyyət sayılır. Və o bir ay üçün niyyət sayılır, bir ay üçün yetərlidir. Yəni onun hər günə ayrı-ayrılıqda niyyət etməyə ehtiyacı yoxdur. Məsələn, adam zaten bilir ki, bu ay ərzində niyyət oruç tutacaq, davamlı tutur deyə onun hər gün niyyəti yeniləməyə ehtiyacı yoxdur. Yalnız niyyəti yeniləməyə nə zaman gərəkir? Adam deyəlim 5 gün oruç tutdu, sonra müəyyən üzürlü səbəbə görə oruca fasilə verir. Səfərə mi çıxdı, xəstələndi mi? Bir neçə gün oruç tutmadı. Üzürlü səbəblərdən oruç tutmadı. Sonra təkrar o maniyə aradan qalxdıqdan sonra təkrar oruca başlayanda təkrar axşamdan niyyət etməlidir. Yəni niyyətin vaxtı başlayır, məğribdən sonra başlayır. Və bu sübh namazına qədər bu niyyəti etməlidir. Axşamdan niyyət etdisə, hətta səhura qalxmasa belə artıq onun orucu sayılır. Yəni hər gün ayrıca niyyət etməyə də gərək yoxdur. Və niyyətin yeri də qəlbdir. Dillə niyyət etdim, oruç tutmağa deyə bir şey sünnədə gəlməyib. Niyyət qəlblə, insan qəlbindən keçirir ki, artıq sabah oruçdur. Bu onun niyyətidir. Düzünü Allah bilir.